Bu kimin sözüdür? Allah Resulü sallallahu aleyhi ve sellem. Vəhiydir bu. Kim bu vəhiylə razı qalmır, Allah korusun, o düşür başqa yollara, zeyğlərə, hazır olur insan. Yəni biz bu vəhiylə razıyıq. Xoşumuza gəlsə də, gəlməsə də biz bu vəhiylə razıyıq və qəlbimiz bu vəhiylə rahatdır, elhamdülillah. Əbi Zərrin radiyallahu anhu, Əbi Zərrin radiyallahu anhudan gələn hədislər buyurur ki, İnnə xalili, avsani, ki mənim xalilim, dostum, Allah Resulü sallallahu aleyhi ve sellem mənə vəsiyyət etdi. Ən əsmə'a və uti'a və in kənə abdən həbəşiyyən məcdə'il ətraf. Mənim xalilim Muhammed Peyğəmbər sallallahu aleyhi ve sellem mənə əmr etdi. Eşidim və itaət edim, hətta Həbəşi şikəst qul olsa belə. Hətta Həbəşi şikəst qul olsa belə. Diqqət elə bu hədisin faydasına. Nəyə görə Həbəşi qul gəlir? Çünki quldan əmir olmaz. Əmir azad insandan olmalı, quldan olmaz. Yəni Allah Resulü deyir ki, hətta qul belə sənə hakim olsa ona itaat edəməz. Hətta şikəst olsa belə itaat, hətta günahkar olsa belə itaat, hətta zülm eləsə belə itaat edəməz. Bu nədir? Vəhiydir. Allah Resulü sallallahu aleyhi ve sellem.